Salam değerli izleyiciler, hər birinizə xoş gördük. Bu videoda sizlərlə 4-cü sinif monitorinq imtahanı verəcək dostlarımıza dəstək məqsədilə hazırladığımız riyaziyyat fənni üzrə perimetr mövzusundan 10 suallıq testin izahını verəcəm. İlk növbədə zəhmət olmasa videomuzu bəyənirsiniz, ətrafınızda olan digər insanlarla paylaşırsınız. Kimlər ki 4-cü sinif monitorinq imtahanı verəcək, siz də onlara dəstək ola bilərsiniz. Yəni onlar da bu pulsuz resurslardan faydalana bilər sizin köməkliyinizlə. Dostlar, videonu saxlayacaqsınız, özünüz müstəqil formada sualın cavabını tapacaqsınız, sonra mənim izahımla doğru yoxsa yanlış yazdığınızı yoxlaya bilərsiniz. Bu tipli suallara PDF vasitəsilə baxmaq istəyirsinizsə 055 239 20 41 həmin nömrəyə yazaraq bizim ödənişsiz qruplarımıza da qatıla bilərsiniz. Biz isə vaxt itirmədən artıq izahlara başlayırıq. Birinci sualda uzunluğu 8 metr və eni 5 metr olan düzbucaqlının perimetrini tapın. Düzbucaqlının perimetrini tapmaq üçün düzbucaqlı ümumiyyətlə bu şəkildə olan bir fiqurdur. Eni 5-dir, uzunluğu 8-dir. Enlə uzunluğu toplayıb 2-yə vurmaq lazımdır. Yəni 8-in üstə 5 gələcəm, 13 edəcək. 2 qatı olacaq 26 metr. Niyə? Çünki perimetr bütün tərəflərin cəmidir. Burada 2 dənə 8, 2 dənə 5 iştirak edir. Əlavə olaraq dostlar bildirim ki, sahə ilə bağlı ayrı video olacaq. Orada düzdür perimetr də tətbiq olunacaq. Amma perimetri ayrı verməkdə məqsədim odur ki, perimetri sahə ilə qarışdırmayasınız. Bir çox şagirdlər təəssüf ki, 4-cü sinifdə bunu qarışdırırlar. Ona görə bu mövzunu ayrı formada bildirirəm ki, imtahanda da qarşımıza çıxacaq. Orada perimetr və sahəni qarışdırmayaq. İkinci sual, tərəfi 6 metr olan bərabər tərəfli üçbucağın perimetrini tapın. Bərabər tərəfli üçbucağın bütün tərəfləri eynidir. Yəni bura 6-dırsa, burada 6-dır, burada 6-dır. 3 dənə tərəfi var və 3 tərəfin cəmi 6-ları toplasam olar 18 metr. Doğru cavab A variantı. Üçüncü sual, perimetri 80 mm olan rombun tərəfini tapın. Romb necə fiqurdur? Paxlavaya oxşayan bir fiqurdur. Bunun 4 dənə bərabər tərəfi var. Və perimetr 80 mm-dir. Variantlara baxın. Hamısı santimetrlə verilib. Deməli biz elə 80 mm-də santimetrə gətirməliyik. 80 mm bərabərdir. Bir dənə 0 silərsiniz dostlar, onlar 8 santimetr. Rombun perimetri deyir 8 santimetrdir. Onda bir tərəfini tapmaq üçün 4 dənə bərabər tərəfi var. 8-i 4-ə bölərəm. Hər bir tərəfi 2 santimetr olacaq. Doğru cavabımız B variantına uyğun gəlir. Dördüncü suala keçid edirik. Kvadratın tərəfi 6 santimetrdir. Deməli, belə bir kvadrat var. Tərəfi 6-dır. Kvadratın bildiyimiz kimi 4 dənə tərəfi var. Hamısı 6 olacaq demək ki. Perimetri bu kvadratın perimetrinə bərabər olan düzbucaqlının eni 4 santimetr olarsa uzunluğunu tapın. Deməli dostlar, perimetr bərabərdir 24-ə. Çünki 4 dənə tərəf hərəsi 6 santimetrdən. Başqa bir fiqurumuz var, bu düzbucaqlıdır. Və bunun bizə deyir ki, eni 4 santimetrdir. Və perimetr də 24-dür. Bura 4-dürsə, əlbəttə ki, bu biri tərəfi də 4-dür. 2 dənə 4, yəni enlərdir bunlar. 4, 4, 8 edər. 24-dən 8-i çıxaram, 16 qalar. 16-nı da yarı-yarı bölsəm düşəcək 8 santimetr. Demək ki, düzbucağın uzunluğu 8 santimetrə uyğun gələcək. Düzgün cavab C variantı. 5-ci sual. Bütün tərəflərinin uzunluğu 12 mm olan 5 bucaqlının perimetrini tapın. Dostlar, 5 bucaqlı fiqurunu təxmini olaraq belə çəkəcəm burada. Belə təxmini çəkdim. 5 dənə tərəfi var. İndi normalda bunlar eyni olmalı. Mən biraz kobud çəkə bilərəm. Hər bir tərəf 12 mm-dir. Deyir axı bütün tərəflərin uzunluğu 12-dir. Onda 12-ni vuraram 5-ə. 12-ni 5-ə vuranda olur 60 mm. Variantlara baxın, millimetrlə verməyib. Deməli, nə edəcəksiniz? Santimetrə çevirmək lazımdır. Bir dənə 0 silsəm, olacaq 6 santimetr. Düzgün cavab D variantı. 6-cı sual. Bütün tərəflərin uzunluğu tür olan 8 bucaqlının perimetrini ifadə edin. Perimetrini tapmaq üçün bir dənə tərəfinin uzunluğunu, yəni neçədir? M-dir. Saya vurmaq lazımdır. 8 bucaqlıdırsa 8-ə vuracam. Yəni 8 vuraq M və yaxud M vuraq 8. Bildiyimiz kimi vuruqların yerini dəyişdikdə hasil dəyişməz. Yəni doğru cavab D variantına uyğun gələcək. 7-ci sual. Düzbucaqlı formasında olan əkin sahəsinin perimetri 2700 metrdir. Deməli, belə bir əkin sahəmiz var. Perimetr, yəni bütün tərəflərinin uzunluqları cəmi 2700 metrdir. Onun bir tərəfinin eni 503 kilometrdir. Dostlar, 503 kilometr, yəni kilometrin 503 hissəsi. 1 kilometrimiz 1000 metrdir. 1000-i 5-ə bölüb 3-ə vurmaq lazımdır. 1000-i 5-ə böləndə 200, 200 3-ə vuran edir 600 metr.
Yəni eni 600 metrdir. Onda burada 600-dür. Ümumiyyətlə perimetr 2700-dürsə, istəsəniz 2700-ü yarıya bölüb en və uzunluğun cəmini tapa bilərsiniz. Və yaxud bu formada yazdığım kimi 600 tapdım, oldu 1200. Sonra 2700-dən çıxaram 1200-ü, qalır 1500. Sonra 1500-də yarıya böləndə hər biri 750 metr olacaq. Demək ki, düzgün cavab B variantına uyğun gəlir. 8-ci sual. Uzunluğu 13 metr və eni 5-də 4 desimetr olan düzbucaqlının perimetrini santimetrlə ifadə edin. Belə bir düzbucaqlımız var. Eni 10-da 3 metrdir. 1 metrimiz 100 santimetrdir. Onda 100-ü 10-a bölüb 3-ə vurmaq lazımdır. 100-ü 10-a bölsəm 10, 3-ə vursam olacaq 30 santimetr. Yəni uzunluq 30 santimetrdir. Enə baxıram 5-də 4 desimetr. 1 desimetrimiz 10 santimetrdir. Yəni 10-u 5-ə bölüb 4-ə vuracam. 10-u 5-ə böləndə 2, 2-ni 4-ə vuranda olur 8. Demək ki, eni də 8 santimetrdir. Perimetrini tapanda 30 ilə 8-i toplayacam, olacaq 38. Sonra 38-i 2-yə vursam 76 alacam. Doğru cavab C variantı. 9-cu suala keçid edirik. Verilmiş fiqurun perimetrini hesablayın. Gördüyümüz kimi hər qırıq xətt, yəni bir dama deyək daha dəqiq formada 1 santimetrə uyğundur. Dostlar, bunu saymaq lazımdır. Deməli, buradan bura 1, 2, 3, 4 vahiddir. Buradan bura 2-dir. Bura 2 olacaq. Sonra burası 4 olacaq. Bura olacaq 3. Sonra bura 3 oldu. Buradan bura deməli 5 oldu. Sonra buranı da tapsaq, əslində bu birlərin cəmidir, amma saya da bilərik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Aha, burada oldu 9. Sonra bunun hamısını toplamaq lazımdır. İndi gəlin burada yazaq. İstəyirsiniz 9 tərəfdən başlayaq. 9 üstə gələk 5, üstə gələk 3, 3, sonra 4, 2, 2 və 4. Toplasam 9-un üstə 5 gələndə 14, üstə 3 gələndə 17, sonra 17-nin üstə 3 gələndə olacaq 20, sonra 24, 28, 30 və 34. Düzgün cavab C variantına uyğun gələcək. Və nəhayət 10-cu suala baxırıq dostlar. Videonu bura qədər izləmisinizsə, zəhmət olmasa videonu bəyənirsiniz. Əgər bəyənməmisinizsə və kanala abunə olursunuz ki, növbəti videolar kanala yüklənən kimi sizin də məlumatınız olsun, yeni videolardan, yeni testlərdən faydalanasınız. Deməli, verilmiş fiqurun perimetrini hesablamalıyıq. Burada bir qızıl qayda deyəcəm, bunu mütləq surətdə yadda saxlayın. Bunu daha mürəkkəb formada da sizə təklif edə bilərlər. Məsələn dostlar, bax buranın uzunluğunu verir 10 sm. Yadda saxlayın ki, buna paralel olan bu və bu xəttin uzunluqlarının cəmi də 10 olacaq. Çünki biz burada çəkdiyimiz xətti eyni qaydada burada da çəkə bilərik və bu ikisinin cəmi 10-a bərabərdir. Bunu yəni daha böyük formada da sizə verə bilər. Və yaxud şərti olaraq deyirəm, buranı verməz. Buranı məsələn 5 verər, buranı 3 verər. Bura 5, bura 3-dürsə, deməli bura 8 olacaq. Yəni siz artıq bunu özünüz düşünməlisiniz. İndi bunu göstərdim. Məsələn, digər tərəfdə də eyni qayda üzrə. Bura 12 santimetrdirsə, bu və bu xəttin uzunluğunun cəmi də 12-dir. Yəni bizim 2 dənə 10-umuz var, 2 dənə 12-miz var. Başqa sözlə 2 vuraq, 10 üstə gələk, 12-ni hesablamaq yetərlidir. 10-un üzərinə 12 gələndə olur 22, 22-ni də 2-yə vuranda olacaq 44 santimetr. Düzgün cavab C variantına uyğun gəlir. Belə dəyərli dostlar, bununla da izahımız yekunlaşır. Sağ olun, bir sonraki videomuzda görüşərik. Hələlik.